Verilişimizə alqışlarla başlamaq istəyirəm, əziz tamaşaçılarımız. Mən əminəm ki, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli musiqisinin gözəlliyini, əzəmətini siz də yaxından hiss etdiniz. Hər vaxtınız xeyirli, uğurlu olsun. Bugün bizim verilişimizin elə bir qonağı var ki, və həmin qonağımızın tələbələri də çalışırlar ki, belə deyim də, müəllimləri ilə ayaqlaşa bilsinlər. Əməkdar artist Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəridə xanım Məlikova və onun tələbələrini ürəkdən salamlayıram. Xoş gəlmişsiniz hər biriniz. Bu il bizim dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyidir və Fəridə xanım da verilişimizə gələrkən elə bir repertuar hazırlayıb ki, bu əsərlərin hər biri Üzeyir bəy Hacıbəylinin ömür yolunu həm də əks etdirəcək. Onun həyatının ayrı-ayrı dövrlərində yazdığı əsərləri dinləyəcəksiniz. Fəridə xanım, xoş gəlmişsiniz. Xoş gününüzə gələk. Mən çox şadam ki, məhz ustad verilişlərinin də birini Üzeyir Hacıbəyevin bu gözəl, möhtəşəm əsəri ilə başlamışıq və kamançı alətləri ilə bir yerdə. Mən deyərdim ki, özəlliyi ilə, necə deyərlər, individuallığı ilə bu alətə yazılan bir musiqidir sanki. Çünki xalq musiqisimizdə ritmik muğam arazbarı ifa olunur. Bəli. Amma belə gözəl, möhtəşəm kamança ifaçılar arasında mən deyərdim ki, belə səfkidə birinci dəfədir. Çox gözəl. Mən sizə təşəkkür edirəm buna görə və icazənizlə sizin tələbələrinizi daha yaxından təqdim edim tamaşaçılarımıza. Məleykə Məhərrəmova, Xətayə Cəfərova, Orxan Hüseynov və Eltac Gözəlov bugün bizim verilişimizdədirlər. Onları klavişdə Samir Rızayev, zərb alətlərində Məhəmməd Əliyev, nağarada isə Yusuf Rüstəmov müşahidə edəcəklər. Xoş gəlmişsiniz hər biriniz. Fəridə xanım, Üzeyir bəy Hacıbəyli elə bilirəm ki, hər bir musiqiçinin mənəvi atasıdır. Bəli. Çünki onun özü də deyirdi ki, mənim musiqi sənətində nə qədər mənəvi övladlarım var. Üzeyir bəy bizim bir çox böyük sənətkarlarımızı musiqi aləminə tanıtdırmışdı. Həm də kamança alətinə, kamança ifaçılığına xüsusi bir diqqətlə yanaşırdı. Məsələn, əbəs yerə o kamançanın səsini insan səsinə yaxın olan alət adlandırmırdı. Bu baxımdan Üzeyir bəyin əsərləri kamança musiqi alətində. Bax, belə bir mövzuda dərs keçmək sizə həvalə olunsa, dərsə hansı cümlə ilə başlayarsınız? Biz bu günlərimdə, sabahda, gələcəkdə də və keçmişdə də Üzeyir duhasına borcluyuq. Kamanla yaşayan Üzeyir duhası. Mən məhz konsertimin adı ilə artıq mən bir mesaj göndərirəm ki, kamanla yaşayır. Həqiqətən də özünün dediyi kimi siz də vurğuladınız ki, insan səsinə ən yaxın alət kamançanı bilib. Deməli, oxuyan üçün nələr yazılırsa, kaman onu ifa edə bilər. Artıq bu bir açardır. Yəni, kamanda bütün oxuma tərzi, oxuma ifaları və onun gedişatı kamanda öz əksini tapır. Məhz mən Habil Əliyevi burada vurğulayıram. Ona görə ki, kamançanı oxuyan kimi danışdırdı. Və o boğazları edərək dedi ki, kaman budur. Sözün başlanğıcı kamandır. Yəni, kaman bizim danışığımızın dilidir. Yəni, bu olmasa onu dinləndirmək olmaz. Mədəniyyət və İncəsənət Universitetinin belə bir ənənəsi var ki, biz xalq musiqisinin olduğu kimi ona gözəllik vermək, amma onu uçurtmaq deyil, gözəllik verərək onu təbliğ etməyimizdir. Və tələbələrdə bunu aşılayırıq. Bu günlərim rəhbərliyimiz Ceyran xanıma da təşəkkür bildirirəm ki, hər bir imkanı bizə yaradır ki, tələbələr yetişsin. Bu yaxınlarda məhz Üzeyir Hacıbəyevin 140 illik yubileyinə həsr olunmuş bizim gözəl bir konsertimiz oldu və Milli Konservatoriya nəzdində, kollecdə elə bir möhtəşəmlik, elə bir anşlaqla keçdi ki, tələbələr özləri mətəl qalmışdı. Çox sağ olun Fəridə xanım, dərin təşəkkürümü bildirirəm sizə. Siz Azərbaycan musiqisinin incəliklərini ruhən, qəlbən hiss edən sənətkarlarımızdansınız. Mən bilirsiniz nəyi öyrənmək istəyirəm Fəridə xanım? Buyur. Kamançanın imkanları nə qədərdir? Muğam elə bir aləmdir ki, kamançaya imkan yaradır ki, onun sərhədlərini tam aça bilsin. Biz kamanla muğamı başlayanda bütün xarici ölkələrdə sanki bir minnətdarlıq borcu kimi
əllərini döyəcləyirlər, doymurlar, ayaqlarını da belə vururlar ki, halal olsun bu musiqini yaradana. Əgər muğam sənəti səmavi bir, ilahi bir musiqidirsə, kaman da onun daşıyıcısıdır. Onun bir qolunu insanlara çatdıran bir qüvvədir. Mən kamana bir övladım kimi baxıram. 3 amil vacib lazımdır. Birinci beyindir, onu istehsal edir. Bəli. Beyin ötürür ürəyə, onu kəşf edir, onu süzgəcdən keçirir, onu inlədə bilir və sonda sənin bu barmaqlarından gələn sözlərdir. Onu necə düzüb qoşacaqsan. Kaman isə dinləndirir. Kaman alətində o qədər zərifliklər var ki, onun birini adlamış olsan, istədiyi əldə eləyə bilmirsən. Çox kaprizn alətdir. Mən sizə deyim ki, Avropa musiqisini istəyirsən ifa elə, o aləti əgər tamlığı ilə əxs eləyib, onu hər bir necə deyəm, nüanslarına diqqət yetirməsən, o səni yarı yolda qoya bilər ki, mənim filan yerimə... Hə, ay sağ ol, bax elə. Mən Lori dildə danışıram ki, bizim kaman ifamıza, maşallah, indi artıq kamança bilirsiniz ki, dünyaviləşib, artıq caz ifaları başlayıb kamanda ifa elə. Biz zamanında Əzzəm Mustafazadə ilə bir yerdə oxumuşuq. Yəni, o istəyirdi ki, kamanda və yaxud da tarda, milli alətlərimizdə caz ifa olunsun. Onun ağlına belə gəlməzdi ki, illər keçəcək, artıq kamançada, tarda, istir balabanda böyük irəliləyişlər gedəcək. Biz muğama borcluyuq. Bunlar hamısı muğamın üzərində yüksəlişə doğru bir gedən yoldur. O da hardan gəlir? Üzeyir bəydən. Və növbəti əsəri dinləmək istəyirik. Amma əsərin təqdimatı önəmlidir də, Fəridə xanım. Nə ifa eləyəcəksiniz? Mən sizə, bax, gördünüz necə başladıq. Biz Arazbarı ilə başladıq. Onu Arazbarının tam ritmik formasında istəyir kvartet üçün, istəyir orkestr üçün işləməsi Üzeyir bəyindir. Və ondan sonra ondan qaynaqlanan güllü qafiyəni ifa elədim. Və fikir verdiniz, heç bir-birindən ayrılmır. Üzeyir bəy elə bir nöqtəni vurur ki, hamı elə bilir ki, bu xalq musiqisidir. O qədər onunla yoğrulub onun musiqisi ki, biz bu dəqiqə xalq musiqisi deyəndə xalq musiqisinin banisi elə Üzeyir bəyin özünü, təqdimatını vermiş oluruq. İstəyir xalabacı ifa etsək, istəyir ondan sonra hansısa bir bəstəkar musiqisini ifa etmiş olsa... Orada Üzeyir bəyin dəsti xətti var. Bəli. Mən də onu ona görə elə bütün nöqtələrə dəyərək axırda Üzeyir bəylə də yekunlaşdırdınız. İndi ifa edəcəyiniz əsər hansı olacaq? Xalabacı rəqsidir. Xalabacı rəqsi. Xalabacı rəqsini çox gözəl yerdə o istifadə edib, indi özünüz dinləyəndən sonra görəcəksiniz ki, bu səs mənə tanış gəlir. Fəridə xanım, əvvəlcə qulaq asaq, sonra haqqında danışarıq. Buyurun. Buyurun.
dərin minnətdarlığımı bildirirəm sizə, Fəridə xanım, həqiqətən. Və bir çox filmlər yadıma düşdü. Siz izah eləsəz daha yaxşı olar. Biz bu musiqini Toyğun Çilçil idi deyirdi. Onu bəzən sözlərin təhrif edib oxuyurlar. Ümumiyyətlə, bu xalabacı rəqsi bizim xına yaxtılarımızda qızı ki, duvağın altına gətirəndə bu musiqilərə daha bacılar olurdu orada. Ona görə xalabacı rəqsi olub ki, xalalar, bacılar, qızlar onu elə bir ki, sanki belə çəkə-çəkə gətirirlər. Oynaya-oynaya. Hədə belə nazla, qəmzə ilə ona görə musiqini mən elə başladım ki, duvaq altına gətirirlər. Yəni, bu musiqilər bizim kökümüzdür, qanımızdır. Bu Segah musiqisi də özünüz bilirsiniz ki, elə bir mövzudur ki, onu ifa edəndə maşallah, bu günlərim tələbələrimə təşəkkür edirəm Orxana, Xətaiyə ki, Segahı nə gözəl ifa elədiniz, maşallah. Ustad dərsi budur ki, yəni tələbələr ondan qidalansın və şövqlə başqa günlərə, gələcəyə elə bir addımlarına geçsinlər ki, onlar da tələbələr yetişdirsinlər. Tələbə ilə tək-tək məşğul olursunuz da, elə deyil. Elədir ki, var, elədir ki, var. Yəni, üzbəüz müəllim tələbə əyləşir, şifahi şəkildə kamança sənətini öyrənir. Tələbələrin hər biri eyni anda ifa edirlər. Yəni, hərəsi bir şey ifa edir. Mən hətta repertuarı biləndə, mən fikirləşdim ki, hər tələbə ayrıca bir nömrə ifa eləyəcək. Amma siz deyəndə ki, yox, biz bir yerdə hər birini təqdim eləyəcəyik. Bu, kompozisiyanı düzmək, qoşmaq, bu elə də asan deyil axı. Həm bunların ifasına fikir verməlisən, həm onun içəridə və bir-birlərini yaxşı, qəşəng tamamlayırlar. Maşallah, çox əzimkar tələbələrdir. Yəni, mən deyərdim ki, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həqiqətən də zəhmətkeş, öz üzərlərində işləyən və deyərdim ki, gələcəyin sabahına ən profesional surətdə ifaçılar yetişir. Gözəl musiqiçilər yetişir, savadlı musiqiçilər yetişir. Və mən deyərdim ki, bu günlərim özünüz gördünüz ki, bu alətdə ifa eləmək özü bir çətinlikdir. Hərəsi bir qarmoniyanı, yəni biri o birisini əvəz eləmir. Hərəsinin öz işi var burada. Hər biri ayrılıqda solistdir. Bəli, hərəsi, mən görürsünüz, muğamları bölüşmüşəm, etdiyim kupletləri də bölmüşəm. Həqiqətən bir buketə bənzəyir, yəni çələngə bənzəyir. Məsələn, Məleykə o buketdə hansı yeri tutur? Vallahi, mən adını da nətər qoyublarsa, elə mələk kimi bir qızdır. Həqiqətən də doğrudan bu illərim, inanırsınız, 4-cü kurs olduğunu hiss eləmirəm. Elə bilirəm bir balaca bir, elə dünən gəlib. O qədər bir həzindir, o qədər, necə deyərəm, incədir ki bu xanım. Onunla dərs keçəndə belə çalışıram ki, elə həlim işləri görəm ki, çünki həqiqətən də elə bir ifalar edir ki, Avropa musiqisini, mən deyərdim, texnikası çox yüksək dərəcədədir. Mən çalışdım bu konsertimizdə bütün onun ifaçılıq taktikasını göstərim. İndi bu günlərimdə inşallah onu da hiss eləyəcəksiniz. Və ayrı-ayrılıqda deyərdim ki... Məsələn, Xətaya haqqında nə deyə bilərsiniz? Xətaya maşallah. Xətaya bizim artıq elə bir... Mən deyərdim ki, mən artıq ona tələbə kimi deyil, onu bir səhnənin ifaçısı kimi artıq mən onu yetkin bir ifaçı kimi görürəm. Mən ona elə belə sıravi bir tələbə kimi keçmirəm dərsi. Bir cümlənin üzərində olub ki, günlərlə 10 dəfə ayrı-ayrı yazır hamısını. Deyirəm, yaz, götür, nə qədər bacar. Deyir, ay Fərdə müəllim, keçən dəfəkini ifa eləmədin. Deyirəm, bunu da yaz. Yəni, nə qədər informasiyan çox olarsa, o qədər sən zənginləşərsən. Bayaq siz ifa eləyəndə muğam hissəsini Xətaya xanıma həvalə eləmişdiniz. Bəli. Mən çünki o qədər etibar edirəm, bilirəm ki, bütün duyğularıma tam dərəcədə cavab verəcək bir musiqini mənə verəcək. Eləcə də Orxan. Çünki onlar mənim yanımda, onları mənə təhvil verməsələr, mümkünatsızdır. Yəni ki, çünki bir var, bir mən bilirəm, bir də var neçə milyon insan bu ustad verilişinə məhəbbətlə baxır, sevgi ilə baxır. Hər bir tələbəniz haqqında ürəyiniz doludur, Fərdə xanım, bilirəm. Amma Elkacın kamançası mənim diqqətimi çəkdi. Hətta verilişdən öncə dedi ki, Pərvanə xanım, bu bas kamançadır. Bəli. Çünki sağ olsun bizim rəhbərimiz Ümid müəllim bizə həvalə elədi bu aləti ki, yəni siz Ümid İbrahimov. Bəli, İbrahimov bizim dekanımızdır, bizim əzizimizdir. Buradan onun danılmaz
həqiqətən də mən istəyirəm efir vasitəsilə bütün kollektivimizə salam göndərəm. Danılmaz onun işləri var ki, məhz bu aləti də orkestr o gətirib. Bu da bir orkestr olduğu üçün bas səslərimizi və dayaq nöqtələrimizi bizim Eltac ifa edir. Özünüz bilirsiniz ki, kamançanın aplikaturasından biraz fərqlidir və onun kişi qüssəli əlini görərək o aləti məhz ona həvalə elədim ki, bütün alətlər onun ifasında eşidilsin. Çünki bu aləti də inkişaf elətdirmək lazımdır. Məhz belə böyük bir kollektivdə o alətin olması məcburidir və labüddür. Fərdə xanım, deməli, orkestrinizin dayağı Eltac oldu. Mən deyərdim ki, o bizim tonikalarımızı, bizim o özəl səslərimiz ki var, o basda eşitməliyəm. Çünki görürsünüz, burada pianino klavişa bizə nədir, müşahiət edir, amma bizim o səslərimizi məhz Eltaca həvalə eləmişik. Görək Eltac özünü necə hiss eləyir bu məsuliyyətin altında. Xoş gəlmisiniz. Xoş gördük, hər birinizi salamlayıram. Diqqətiniz üçün təşəkkür edirəm. Dəvətiniz üçün sizə, Pərvanə xanım və İctimai Televiziyanın rəhbərliyinə dərin minnətdarımızı bildiririk. Bas kamança ümumiyyətlə istər kvartetdə, istər orkestrdə sütun alət kimi hesab olunur. Nəyə görə? Bas səsləri, qarmoniyaları bu alətə həvalə eləyirlər. Bugünkü gün kvartetimizdə bu alətin mənə həvalə olunması Fərdə xanımın mənə etibarından irəli gəlir və bilir ki, mən bu missiyanı layiqincə yerinə yetirə biləcəm. Mən eyni zamanda öz kamançamda da ifa edəcəm bugün. Bəli, bu digər kamançada. nömrələrimizdə görəcəksiniz inşallah. Və qısaca onu demək istəyirəm ki, bu alətdə ifa etmək üçün aplikaturanı da mükəmməl səviyyədə bilmək vacibdir. Eltac, kamançanı göstərin, rejissorumuz çəksin. Bu dəyişiklər alətin səsinin daha qabarıq və yüksək çıxması üçündür. Nəyə görə? Çünki yenə deyirəm, bas səslər ifanın sütununu təşkil ediyinə görə bu səslər daha qabarıq və yüksək çıxmalıdır alətdə. Çox gözəl. Fərdə xanım, Bəli. yəni müəllimlər tələbələrindən də dərsi soruşmalıdırlar da. Məncə siz Eltaca yüksək qiymət verməlisiniz. Mən ümumiyyətlə, onlar yüksək qiymət verməsəm yanımda olmazlar. Çünki bilirlər ki, mən həmişə onlara demişəm, mənim sinifimdə zəif olmamalıdır. O bir söz var, çox gözəl sözdür. Deyir, zəifi güclü bil, güclünü nəhəng. Mən onları nəhəng görmək istəyirəm. Görək Xətayənin fikirləri necədir bu barədə? Mənim özüm üçün də maraqlıdır. Bəli, sizin üçün də maraqlıdır. Xətaya, xoş gəlmisiniz siz də. Çox sağ olun, təşəkkür edirəm. Mən Fərdə xanım haqqında nə deyə bilərəm? Fərdə xanım mənim üçün təkcə müəllim deyil. Anadır, bacıdır, səmimi bir rəfiqədir, necə deyərlər. Yəni təkcə dərs haqqında deyil, eyni zamanda bizim nəsə bir narahatçılığımız, bir problemlərimiz də olanda inanın ki, o bizlə o qədər yaxından maraqlanır, o qədər qayğı göstərir ki, mən bilirsiniz, burada tələbələrin hamısından demək olar ki, böyüyəm, çox şanslı bir tələbəyəm ki, 18 ildə ali təhsili bitirib magistra qəbul olduqdan sonra mən gəlib Fərdə xanım kimi dəyərli bir sənətkarın, dəyərli bir müəllimin, dəyərli bir xanımın tələbəsi olmuşam. Çox təşəkkür edirəm. Xətaya, oxumaq heç vaxt gec deyil, əzizim. Öyrənmək heç vaxt gec deyil. Və mən dəstəkləyirəm sizi həqiqətən və inanıram ki, uğurlarınız çox olacaq. Gəlin növbəti ifaya da qulaq asaq, izləyək. Sonra görək Məleykə ilə Orxanın fikirləri necə olacaq, onlar necə şərh eləyəcəklər. Mən çox istəyərdim ki, elə o dərs prosesini canlı şəkildə Məleykə ilə Orxanın üzərindən bizim tamaşaçılarımıza izah edəsiniz. Amma ifadan sonra. İnşallah. Buyurun.
Məşəd İbadın mahnısı ilə başladı, Bəli, səhv bəli, etmirəmsə. bəli, Məşəd O İbad- olmasın bu olsun Olmasın bu əsərindən olsundan, Üzeyir bəli. bəyin dahi əsəri. Görün hara gəlib çıxdıq. Həqiqətən də görürsüz. Mən deyirəm, o qədər bir-birlərinə bağlıdırlar ki, elə bilirsən ki, məsələ bu ikinci musiqini də Üzeyir Hacıbəyev yazıb. Biz solo ifalarımızı etdik. Mən düşündüm ki, kamançı aləti heç vaxt nağara üçün solada ifa etməyib. Bu da bir yenilikdir. Kamanla nağaranın değişməsi. Vəhdəti, Ayzər değişməsi. balətlərinin ifaçılarına mən xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun uşaqlar, həqiqətən. Yusufu- Məhəmməd, Bəli, Yusuf, siz neynədiniz belə? Bəli, Təşəkkür bəli, eləyirəm sizə. Məhəmməd də bu alətdən o biri alətə keçidlər İndi eləyir. hələ axırda görərsiniz ki, bir dənə burada toy düyün olacaq ki, o alətin məhz gözəllikləri odur ki, bu uşaqlar bunları duya bilirlər. Bu alətlə nəbzdir də, insanın nəbzidir. Yusufun haqqında saatlarla danışsam, Yusuf birinci kurs olmasına baxmayaraq, sanki elə bir ki, bu alətlə dünyaya gəlir. Kimin tələbəsidir Yusuf? Yusuf bu dəqiqə Mədəniyyət və İncəsənət Universitetinin Təhmasib müəllimin tələbəsidir, amma Kamran müəllim onun ustadı olub. Məhəmməd də Xəyal müəllimin tələbəsi Bəli, olub, bəli. səhv etmirəmsə, elə Bəli, deyil. yəni bugün ustadlarının məhz onlara ötürdüyü o dərslərdən o qədər bəhrələniblər ki, mən deyərdim ki, şəxsən məni arxamda əgər zərb aləti, yəni ki, ritmi gözəl bilən insan olmayanda mən ifa edə bilmirəm. Nə maraqlıdır. Məndə bir xasiyyət var da, əgər mən o ritmi, mənim nəbzimi tutan insan, mənim ruhumda bir dənə baxışımdan, bir jestimdən, əgər onu hiss elirsə, mənim bax, bugünkü gündə bu ifalarımın gözəl ərsiyə və o şux, şövqlə çalmağımın, ritmin gözəl məni duymasıdır. Bu günlərin minnətdarlığımı bildirirəm və bizim Samir qardaşımız da bu günlərin bizə yardımcıdır. Mən dərin təşəkkürümü bildirirəm ki, hər bir insan ki, bu işdə zəhmət qoyub, onlara təşəkkür düşür. Çünki həqiqətən çox böyük məsuliyyət düşür Azərbaycan xalq musiqisinə, sütunlarına dəyməyərək onu inkişaf etdirmək. Bəli. Və yeni-yeni tələbələr yetişdirmək. Bilirsiniz, çox böyük bir yoldur. Ən şərəfli yol olsa belə, amma ən məsuliyyətli yoldur. Bəli. Fəridə xanım, dərsləriniz necə keçir? Məsələn, bir əsəri tələbəyə neçə müddət öyrədirsiniz? Dərslərimizin gedişatı həm tələbələrində nasıldır? Tələbələr cürbəcür olur. Və bir də müəllimin tələbəyə münasibətindən asılıdır. Mən şəxsən öz aləmdə mən belə başa düşürəm ki, bir müəllim o zaman müəllim kimi hesab olunur ki, o zəif tələbəni ayağa qaldıra bilir. Mən aləmimdə belə bir özümdə belə kəşf eləmişəm ki, əgər bir müəllim onun potensial imkanını, iç dünyasını açıb ortalıq, bəziləri utanandır, bəziləri ifa eləyə bilmir. Onu qabarıq surətdə, məsəl üçün Eltac gələndə tamam başqa bir tələbə idi. Mənim Məleykəm, istər Xətayəm, istər Orxanım. Onlarda o şeylə, o potensial imkanı üzə çıxartmaq müəllimdən asılıdır. Amma əxs eləmək ki, onun qavranmasıdır, tezliyidir. Bir insan var ki, Xətayə ilə oturum, bir gündə bir çox şeyi mən öyrədə bilirəm və ala bilirəm. Özü deyər indi bu dəqiqə necə alıram mən onu. Onu mən istəyirəm, bilim ki, mən onlardan almağı necə alıram. Heç özlərinin də xəbəri olmur. O qədər nədir, biraz da bunu da bir də ayılıb görürlər ki, 1-2 saat keçdi. Yəni bir tələbəyə limit qoymaq olmur. Ki, yəni, 45 dəqiqə gəldi, bu tələbə öyrəndi bunu. Bu yaradıcı və individual dərs üçün biraz absurddur. Yəni, mənim düşüncəmdə elə yoxdur. Bir də görsən, tələbə ilə ayılıram, Məleykə ilə bir muğamın hətta bir hissəsini istədiyimiz qədər biz onu o cürün, yəni hər bir variantda istifadə edirik. Bu cür yox, bu cür istəyirəm. Yəni, hər bir variantdan birini seçirik və onu tədrisə salırıq. Bilirsiniz, yəni qarşılıqlı olmalıdır. Bəli. Tələbiyə, yəni ki, bunu öyrətdin, geçsin, öz öyrənsin amalı ilə deyil, o mənə nəyi gətirəcək sabahlarım? Mən onu necə öyrətdim ona? Mən belə baxıram tələbiyə. Nə gözəl. Görək Məleykə nə düşünür, o necə baxır? Xoş gəlmisiniz. gördük. Hamınızı salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Fəridə müəllimə haqqında digər uşaqlar müəlliməni universitet vaxtından tanıyır, amma mən balaca yaşlarımdan artıq 13 ildir ki, onun sinifindəyəm. Maşallah. Söz nəsil mənasında o kamançanı, musiqini ilmə-ilmə işləyib üstümdə. Bütün uğurlarımı ona borcluyam. Sağ olsun valla.
O indi biz burada hazır iş ərsəyə gəlib, amma işin arxasında çox böyük zəhmətlər durur. O bütün vaxtını, əlavə vaxtlarını bizə ayırır, öyrədir, zəhmət çəkir. Həqiqətən ona borcluyuq bütün uğurlarımızı. Çox sağ olun Məlikə. Fərdə xanım deyir ki, tələbəyə öyrətdiyimi ondan elə geri alıram ki, heç onun xəbəri də olmur. Görəsən Orxanın xəbəri olur, yoxsa olmur? Maraqlıdır da. Orxan, nə zaman hiss eləyirsiniz ki, müəlliminiz sizdən razıdır? İlk öncə hər kəs salamlayıram. Çox sağ olun ki, bizi bu verilişə dəvət elədiniz. Biz Fərdə xanıma həqiqətən çox borcluyuq. Mən Fərdə xanıma və tələbə yoldaşlarıma, həmçinin musiqiçilərimizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Fərdə xanım, mən sizə dərin təşəkkürümü bildirirəm. Maşallah, tələbələrinizin arasında belə danışmağa həvəsli olanlar da var. Amma bütün hallarda yaxşı ifa etmək, bu tələbənin qarşısında dayanan bir vəzifədir. Və onlar sizə güvənirlər, ustadlarına arxayındılar, müəllimlərinə inanırlar. İnanırlar ki, kamança sənətinin bütün gözəlliklərini siz onlara öyrədəcəksiniz, necə ki öyrədirsiniz. Hər zaman, hər Ona zaman. görə mən sizə dərin təşəkkürümü bildirirəm. Mən də sizə minnətdaram. Sizin həmişə bu verilişinə gələndə elə bilirəm ki, mən burada ürəyimi qoyub gedirəm. Çünki siz olmasaz, bizləri kim tanıyır, nə mənada? Çünki bizim iç dünyamızı siz burada açıqlayırsınız. Təşəkkür edirəm. Siz açıb göstərə bilirsiniz ki, müəllim adı ən şərəfli yerdə dayanır. Bu dərs həm də şəxsiyyətin açılması deməkdir. Bu dərs nəinki ustadın kim olduğunu və onun vizit kartının göstəricisiz. Mən bugün tələbələrimə həm də mənim adıma layiq ifalarını istəyirəm. Nə mənada? Hər şey yerli yerində olmalıdır. Akademik ifa olmalıdır. Hətta səhnəyə girişlərindən belə, geyimlərindən belə hər bir nöqtəyə fikir verirəm. Nəinki, hətta baş əyməyimizə belə onların məşqin belə edirəm. Mən çox istəyərdim düzdür tələbələrimi biraz danışmaqda, biraz təvazökarlıq elədilər. Amma həqiqətən də çox böyük bir səbir gördüm o uşaqlarında. Çünki bir şey 10 dəfə eləmək bilirsiniz nə deməkdir? Onların qanını hopur. Artıq bir məclisə də gedəndə bir insanlar arasında hansısa bir mövqelərini göstərmək üçün, kimliklərini təsdiqləmək üçün şəxsiyyət yetişir bizim sinifdə. Bəli. O böyük şəxsiyyətin arxasında kaman ifaçısı yetişir. Və ustadın kimdir ona təşəkkür borcu görsənir. Bəli, təşəkkür edirik biz də sizə, Fərdə xanım. Sonda elə sizin ifanızla, daha doğrusu birgə ifanızla yekunlaşdıracağıq. Hansı əsəri ifa eləyəcəksiniz? Bax, mən indi bu dəqiqə bunu deyəcəm ki, Lalə xalq rəqsini görün hansı böyük bir ustalıq, dahiyanə bir ustalıqla onu heç bilməyəcəksiniz ki, bu Üzeyir bəyidindir, yoxsa Lalə musiqisidir. Onları elə bir-birinə sintez bağlamışıq ki, ayıra bilmirəm. Mən elə bilirəm ki, onlar ikisi elə bir yerdə yaranır. Mən bayaq Məşədi İbadın mahnısı dedim. Əslində Uzundərədən söhbət gedirdi. Sadəcə biz o qədər öyrəşmişik ki, onu o olmasın, bu olsun filmindən eşitməyə. Ona görə də biz elə deyirik Üzeyir bəyin əsərləri. Amma Üzeyir bəyin böyüklüyü də onda olub ki, o öz əsərlərini məhz xalq musiqisi üzərində qurub, yazıb, yaradıb. Onun ən böyüklüyü odur ki, o tarımızı məhv olmağa qoymadı. Koroğlu operasında onu orkestra gətirdi. Bəli. Siz bilirsiniz, o dövrdə hər an bizim musiqimiz təhlükədə idi. Onun böyüklüyü, dahiliyi bizim bu alətlərə sahib çıxdığını göstərdi. Mən bugün də nə qədər ki gözüm, nətər deyim, ruhumda sağam, ona duhasına borcluyam. Təşəkkür edirik sizə. Onun əzmkar duhasına borcluyam. Beləliklə, sonda Lalə rəqsi ilə yekunlaşdıracağıq. Üzeyir Hacıbəyevin Arşın Malalan operası ilə, müqəddiməsi ilə bir yerdə. Bu çox maraqlı kompozisiya olacaq. Mən əminəm, bir daha sizə dərin təşəkkürümü bildirirəm. Əziz tələbələr, sizə uğurlar arzu edirəm. Bütün məqsədlərinizə nail olmağı arzu edirəm və Fəridə xanım, tək sağlıq olsun. Mən əminəm ki, sizi yeni konsertlər gözləyir, yeni maraqlı repertuarlar olacaq və ustad dərsi də hər zaman ustad sənətkarların üzünə açıqdır. Biz ustadlarımızı hər zaman eşitməyə, dinləməyə, izləməyə hazırıq. Növbəti həftə görüşmək ümidi ilə əziz tamaşaçılar. Sağ olun, salamat qalın.